TikTok sosial şəbəkəsinin ailə ayarlarının yeni funksiyası nəticəsində valideynlər övladlarının hesabları barədə daha geniş məlumat əldə edə bilirlər. İndi isə onlar övladlarının TikTokda kimi izlədiyini, hesabına abunə olanları, yeniyetmənin blokladığı istifadəçiləri görə biləcəklər. Həmçinin yeniyetmələrin müəyyən vaxt aralığında tətbiqə girişini məhdudlaşdıra biləcəklər. Maraqlıdır ki, valideynlər təkcə TikTokda yox, ümumiyyətlə digər platformalarda da azyaşlı və yeniyetmə övladlarının izlədiklərinə nəzarət edirlərmi? Mütləq. Ümumiyyətlə çox az miqdarda icazə vermək lazımdır. İndiki dövr elədir ki, tam məhdud da eləmək olmur. Amma yəni limitli şəkildə eləmək lazımdır və mütləq ki, kontrol eləmək lazımdır. Çox pis videolar var, örnək uşaqların psixologiyası korlana bilər. Ona görə hər iki uşağımın ikisinə də yəni ancaq YouTube'a baxırlar, onları da izləyirəm. Ama ben çocuklarımı iyi yetiştirdim. Önemli olan çocuklarınızı yetiştirmek. Onlara güvendikten sonra siz nasıl yetiştirdiyseniz çocuklarınız da o şekilde olur. Her zaman eğitim şarttır yani. İstəmirəm, yəni sosial şəbəkələrdə olsun. Yox, çox icazə vermirəm. Nəzarət edirəm. YouTube-da bəzən kinoya falan baxır. O sosial şəbəkələrdir ki, izlədikcə maraq doğurur, təhsildən də uzaqlaşır və artıq yanlış yola da istiqamətlənə bilər. YouTube'da mən bəzən şahmata baxıram, bəzən də internetə girib oradan kinolara baxıram. Ən çox sevdiyim Lego yığma. Bu boyda Legolar var. Onlarla tank yığıram. Bu boyda tank yığıram. Bəzən də şahmatı ürəyim gedir. Onun üçün öldürürəm özümü. Əlbəttə, hə. Artıq 15 yaşı var, mənə elə gəlir ki, artıq özü də bilir nəyə baxmaq olar, nəyə yox. Bizə ondan əlavə bizdə bir yoldaşım proqram qoymuşdu. Müəyyən saytlara girə bilirdi, müəyyən saytlara girməyə bilmirdi. Kontrol eləmək lazımdır uşaqları. O neçə yaşına qədər? 18, heç olmasa da 18 yaşına qədər də. Ən çox belə mən Azərbaycan Film Akademiyasında oxuyuram, aktrisayam. Ən çox onların TikTok kanallarına girirəm. Ən çox bununla məşğul olan baxmağa. Yox, icazə vermirəm. Sizin telefonunuzda da Yox, ümumiyyətlə telefona baxmır. Heç baxmır telefona. Arada cizgi filmi baxır, o da mən istəyirəmsə məsələn saatla biraz baxır. Uşaq ikən olmaz, gənc olmaz. Yəni ki, tərbiyələri pozulur da belə deyək. Bir oyunlardan baxıram şəbəkələrdən.